Ötən buraxılışlarımızdan birində Mingəçevir Gənclər üçün Təhsil Mərkəzinin yeni ofisdə fəaliyyət göstərəcəyi barədə məlumat vermişdik. Bugün şəhərin Maqamaya prospektində fəaliyyət göstərəcəyi həmin ofisin rəsmi açılış mərasimi keçirildi. Mərasim iştirakçılarını salamlayan mərkəzin rəhbəri Tural Kərimov yeni ünvanda gənclərin təhsili, təlimi və müxtəlif layihələr üzərində rahatlıqla çalışması üçün hər cür şəraitin yaradıldığını qeyd etdi və gənclərə yeni ofisdə işgüzarlıq və uğurlar arzuladı. Tədbirdə iştirak edən Gənclər üçün Təhsil Mərkəzləri Respublika şəbəkəsinin direktoru Vüsal Quliyev və Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev də çıxış edərək oxşar arzularını ifadə etdi. Bugün Gənclər üçün Təhsil Mərkəzinin regional ofisinin yeni ofisinin açılışıdır və bu gün ona görə sizin hamınıza təşəkkür edirəm ki, hamınız buradasınız və sizi burada görməkdən çox şadıq. Gənclər üçün Təhsil Mərkəzinin yeni ofisinin açılışı həm də digər bir tərəfdən çox əlamətdar bir aya təsadüf edir, Ramazan ayına. Mən fürsətdən istifadə edib kim oruç tutursa, onların oruclarının qəbul olmasını arzu edirəm. Həm siz gənclərə, həm Mingəçevir şəhərinin Gənclər İdman İdarəsinə təşəkkür edirəm ki, bizim mərkəzlə mütəmadi əməkdaşlıq edirlər. Ümid edirəm ki, yeni ofis həm gənclər üçün, həm şəhər üçün çox düşərli olacaq, daha yeni işlərin görülməsi üçün zəmin yaranacaq və siz buradan ikinci ev kimi istifadə edirsiniz. Mən də Gənclər Təhsil Mərkəzinin bütün əməkdaşlarını təbrik edirəm, belə gözəl od saçıldığına görə. Bilirsiniz ki, Gənclər və İdman İdarəsi bütün Gənclər Təşkilatı ilə əməkdaşlıq edir. Dəstək verməyə hər dəqiqə hazırıq. Bizim işimiz Mingəçevir şəhərində gənclərin hüquqlarını qorumaqdır. Gənclərimizin inkişafında böyük rol oynamaqdır. Arzu edirəm ki, bu ofisdə gözəl əməllərlə, gözəl işlərlə məşğul olsunlar və gənclərimiz də boş vaxtlarını belə təhsil mərkəzlərində, belə gənclər evlərində keçirməyi arzulayır. Bundan sonra qırmızı lent kəsildi və ofisə baxış keçirildi. Qonaqları müşahidə edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Tural Kərimov onlara mərkəzin fəaliyyəti, iş prinsipləri və perspektivləri barədə ətraflı məlumatlar çatdırdı. Qeyd etdi ki, asudə vaxtlarını bu mərkəzdə keçirməyə üstünlük verən Mingəçevirli gənclər təcrübəli mütəxəssislərin köməyi ilə müxtəlif kompüter proqramları və xarici dillərin sirlərini yiyələnir, özlərində layihələrin hazırlanması kimi vərdişlər formalaşdırır və gələcək perspektivlərini təminat altına almış olur. Təlim, tədris və istirahət otaqları ilə yaxından tanış olan qonaqlar ofisin fəaliyyət şəraitindən məmnun qaldığını duyurdu. Tədbir şirin açılış süfrəsi arxasında başa çatdı. Ehtiram Muradlı Müşfiq Əliyev, MTB.